Bismillahirrahmanirrahim. Allahümme eftah li fihi ebvabe fazlik ve enzil aleyye fihi berekatik ve vaffikni fihi limucibati merzatik ve eskinni fihi buhbuhati cennatik ya mucibe da'vetil mustarri. 22-ci günün duası. İlahi, bu ayda fəzilət qapılarını üzümə aç. Mənə öz bərəkətlərini nazil et. Məni bu ayda sənin razılığına səbəb olacaq işlərə müvəffəq et. Öz cənnətlərinin ən gözəl güşələrində sakit et. Ey ehtiyac içində olanların dualarını müstəcəb edən Allah!